Mirzəlal, yad adam, hekayə. Mən bu idarəyə təzə gəlmişəm. Özü də müdir gəlmişəm. Vəzifəm ağır, işim çox, məsuliyyətim də ki, öz qaydası ilə. Onu yaxşı dərk eləmişəm ki, kollektiv ilə dil tapsam, hörmət qazansam, işçilər ilə insan kimi rəftar eləsəm, istədiyimə nail olacağam. İctimai tərbiyə, sağlam əxlaq yolunda öhdəmə düşənin öhdəsindən gələ biləcəyəm. Yox, əgər kollektivdə hörmətim olmasa, adamlara özümü sevdirə bilməsəm, vay mənim halıma. 30-a yaxın əməkdaşım var ki, hələ bunların yarısından çoxunu yaxşı tanımıram. Adını eşitmişəm, anketini görmüşəm, işindən də az-çox xəbərim var, amma yaxşı tanımıram. Bu səhər təzəcə işə başlamışdım. Məktəb şöbəsinin işçisini yanıma çağırıb məsləhətləşirdim ki, birisi içəri girdi. Salam aleyküm. Salam, buyurun əyləşin. Təzə gələn adam idarənin hesabat şöbəsində çalışan Mirzə Qulam idi. Məktəb işçisi durub gedənəcən bir kəlmə danışmadı. Bizim söhbətimizə sakitcə diqqət yetirib qulaq asdı, amma bir kəlmə danışmadı. Məktəb işçisi gedəndən sonra Mirzə Qulam kürsüsünü irəli çəkib başladı. Özü də ciddi bir səs ilə borclusuna müraciət edənlər kimi başladı. Yoldaş müdir, deyəsən məni yaxşı tanımırsınız axı. Mənə belə gəlir, ya həqiqətən tanımırsınız. Mirzə Qulam dik-dik üzümə baxdı. Bu nə sözdür? Siz idarəmizin hesabat işinə baxan Mirzə Qulam deyilsiniz. Siz niyə gərək mən tanımayam? Nə bilim, dedim bəlkə də çox soyuq qarşıladınız. Ona görə mənim də ürəyimə belə bir şübhə gəldi. Nahaq yerə mən söhbət edirdim, məşğul idim. Gördüm kimi ilə məşğul idiniz. Yoldaş müdir, bunu necə? Mirzə Qulam gedən yoldaşın izinə işarə edərək eyham ilə soruşdu. Bunu necə yaxşı tanıyırsınız ya yox? Niyə tanımıram, idarəmizin işçisidir. Təcrübəli, savadlı. Mirzə Qulam gülümsədi, sözümü kəsdi. Elə yox ey, ayrı cür tanımaq deyirəm. Yaxşı, onun barəsində sizə qulluq eləmək mənim bu boynuma. Mirzə Qulam sağ əli ilə peysərinə bir şapalaq vurdu. Bu boynuma borc olsun. Mən bir şey deyə bilmədim. Mirzə Qulam kürsüsünü daha da yaxına çəkdi. Bir qapıya, bir pəncərəyə baxdı. Ətrafına, döyükə-döyükə səsinə sirli bir ahəng verib ahəstə danışdı. Sizə mühüm bir sözü deməyə gəlmişəm. Özü də necə bir sovet adamı, necə bir idarəmizin inanılmış əməkdaşı danışacağam. Mirzə Qulam bir də baxındı. Sözüm Əşrəf barəsindədir. Əşrəf Şərifov. Bizim öz işçimiz. Onu siz yaxşı tanımazsınız. Amma biz onun dabbaqda gönlünü tanıyırıq. Görünür gönlünü soymusunuz. Yox, soya bilməmişik. Təəssüf ki, soya bilməmişik. Amma yəni nə? Yənisi budur ki, mən öz gözüm ilə, bax bu gözlərim ilə sırağı gün görmüşəm. Nə görmüsən? Danışa bilərəm? Danış. Tədbir görəcəyinizə söz verirsinizsə, danışım. Nə tədbir? Necə ki, bir müdir? Müdirdən asıl nə olsa mən hazır. Bəli, asılıdır, müdirdən asıldır. Buyur, baş üstə. Mirzə Qulam cəld qalxıb qapı pəncərəyə bir də baxdı, qapını bərk çəkdi. Gəlib oturdu. Cibindən balaca, kirli, yağlı və sökük-tökük dəftərçəsini çıxarıb vərəqlədi. Dünən, yox Allah lənət eləsin şeytana, sırağı gün. Sırağı gün ayın 13-də axşama yaxın bazarda hərlənirdim. Gördüm, Mirzə Qulam səsini kəsib üzümə baxdı. Nə gördün? Nə görsəm yaxşıdır. Həmin bu Əşrəf Şərifov ət alır. Əti aldı, cibindən təzə qəzeti çıxardı. Özü də hansı qəzet? Rəhbərin, Ali Sovet sədrimizin məruzəsi olan qəzet. Rəhbərin şəkli də ortasında, böyük şəkli. Mirzə Qulam səsinə hakim qətiyyəti verdi. Bu əclaf oğlu qəzeti açdı, əti bükdü lap qəzetin ortasına, sədrin şəklinin üstünə. Mirzə Qulam sözünü dedi, böyüyən və balacalanan gözləri ilə mənalı mənə baxdı, sonra da əlavə elədi. Özü də mal ətini bükdü rəhbərin şəkli olan qəzetə. İnanırsanmı? Mən dayana bilmədim. Lap əsirdim, az qaldım, oradaca hərfi boğazlayam. Mirzə Qulamın rəngi qızarmış, gözləri hədəqəsindən çıxmışdı. Özün şura hökumətinin qulluğunda olasan, adını həmkarlar üzvü sovet işçisi qoyasan, hörmətli bir qəzetə ət bükəsən. Yoldaş müdir, buna gərək biz dözməyək. Mən susurdum. Şikayətçinin sözlərini düşünürdüm. Biz indi nə eləməliyik? Biz tədbir görməliyik. Onun üçün də mən rəsmi yazmışam, gətirmişəm, bu da ərizə. Mirzə Qulam ərizəni çıxarıb mənim qabağıma qoydu. Dediklərini səliqə ilə yazmışdı. İmzalamışdı. Həmkarlar biletinin nömrəsini, stajını da göstərmişdi. Mən bir ərizəyə, bir Mirzə Qulama baxdım. Açarlarımı götürüb ayağa qalxdım. Hərif güman edirdi ki, bu zat dəmir sandığı açıb
Hərfin ərizəsini oraya qoyacaq, sonra lazımi yerinə göndərəcəyəm. Yoldaş müdür, hara göndərsən, xahiş edirəm öz tərəfindən də bir şey əlavə edəsən. Bilsinlər ki, siqnal bir adamdan yox, böyük bir idarədəndir. Öz yanında göndərəcəyəm. Hə, narahat olma. Qalxıb papağımı geyindim, açarları cibinə qoydum. Mirzə Qulamın ərizəsini 2 qatlayıb bir eninə, bir uzununa cırdım, zibil səbətinə atdım. Kişinin sinəsindən bir ah, bir inilti çıxdı. Az qaldı özündən gedə. Nə elədin sən yoldaş müdür? Bu nə işdir sən elədin? Mən şəhadət barmağımı bir caninin üstünə silkən kimi Mirzə Qulamı hədələdim. Bu dəfə səndən ötürəm, bir də belə bəd əməllər üçün mənim yanıma gəlsən, səni həm işdən qovacağam, həm də məsələni lazım yerlərdə müzakirəyə qoyacağam. Necə bəyəm, mən çıx otaqdan, qapını bağlayacağam. Odur budur Mirzə Qulam mənim gözümə görünməz.